Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Friedrich Merzin başçılıq etdiyi qərb liderləri Kiyevə gəlib. Reutersin yaydığı məlumatda vurğulanır ki, Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderləri ilk dəfədir ki, birlikdə Ukraynaya səfərə gəliblər. Səfər Rusiyanın Ukraynada 3 ildən artıq davam edən müharibəsində qeyri-müəyyən diplomatik şərtlər fonunda baş tutub. Ukrayna paytaxtında bu qəfil sammitin nə ilə nəticələnəcəyi bəlli olmasa da, aydın olan odur ki, qərb liderləri Rusiyaya qarşı sərt sanksiya tətbiqi ilə bağlı razılaşıblar. Bunu onların Zelenski ilə görüşdən əvvəl səsləndirdikləri bəyanatda təsdiqləyir. İlki məqamda mən düşünürəm ki, Avropa dövlətləri sadəcə bəyanat və kağız üzərində Ukraynaya dəstək olurlar. Əsas dəstəyi təbii ki, Birləşmiş Ştatlar verirdi, lakin Donald Trump administrasiyası hakimiyyətə gəldikdən sonra dəstəyin çox hissəsi dayandırıldı. Təbii ki, Avropa dövlətlərinin hal-hazırda o qədər resursu yoxdur ki, Rusiyaya siyasi təzyiq göstərsinlər və bu baxımdan da 4 Avropa liderinin Ukraynaya gəlməsi sadəcə bəyanatlarla çıxış etməkdən başqa bir şey ifadə etmir. Çünki Avropa dövlətləri dəfələrlə qeyd edirlər ki, biz əskər ordu göndərməyə hazırıq, ancaq təbii ki, bu sözlərinə əməl etmədilər. Aslına bakarsanız, dün 9 Mayıs'ta kutlanan 80. yıl kutlamalarına karşı bir mesaj olarak da değerlendirebiliriz. Tabii 4 liderin açıklamalarına baktığımız zaman Başkan Trump'ın barış görüşmeleri sürecindeki kararlı tutumunu destekledikleri yönündeki açıklamalarıyla beraber Kiev'e verecekleri bu destekle aslına bakarsanız Rus tehditine karşı ve dünkü Rus gösterisine karşı Avrupa'nın da kenetlenmiş birlik halinde olduğunun ifadesi için bugün Zelenski'yi ziyaret edeceklerini görmekteyiz. Tabii burada ortaya çıkacak sonuç nedir? İki tarafında barış masasına oturması aslına bakarsanız hem İngiltere, hem Polonya, hem Fransa, hem de Almanya için önem arz etmekte. Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak liderlərin Kiyev görüşünə biz Moskvanı atəşkəsə razılaşmağa məcbur etməliyik sözləri ilə reaksiya verib. Avropa liderlərinin səfərində məqsəd sülh sazişindən sonra Ukrayna ordusunun modernləşdirilməsinə kömək etmək üçün hava, quru, dəniz və yenidən qurma qüvvələri də daxil olmaqla gələcək koalisiyanın yaradılmasıdır. Eyni zamanda Ukrayna məsələsi üzrə yeni strategiyanın hazırlanması, Rusiyaya qarşı ultimatum tələblərinin müzakirəsi və mümkün qoşun yeridilməsidir. Amerika Birleşik Devletleri'nin Avrupa'yı güvenlik konsepti konusunda yalnız bırakması ve güvenlik konusunda Avrupa'nın kendi başının çaresini arama noktasına gelmesi ve yeni arayışların içine girmesi ve Rus tehditinin kendileri için hala çok geçerli olduğunu gördüklerinde bu süreçte barış masasına oturmak ve sürecin barış ve ateşkesle sonlanması noktasındaki çıkar ve menfaatlerini gözettiklerini görüyoruz. Üretim ve sanayi merkezi olan Ukrayna'nın stratejik noktalarını ele geçirmiş olan Rusya bugün bu topraklarda kalıcı olacağını net bir şekilde ifade ediyor. Adının açıqlanmasını istəməyən mənbələrdən biri Reutersə bildirib ki, Amerika Birləşmiş Ştatları və Avropa müttəfiqləri ümid edir ki, yaxınlaşma anına gəliblər. Amma Kiyev hələ də Kremlin qoyduğu tələbləri icra etməyib. Qərb liderləri isə hesab edirlər ki, təklif olunan təşəbbüslə razılaşana qədər Rusiyaya təzyiq göstərməlidirlər. Avropa liderlərinin Kiyevə gəlişi də qərb tərəfdaşlarının Ukrayna rejimini dəstəkləməyə davam etmək niyyətində olduğundan xəbər verir. Müşahidəçilər hesab edir ki, qərb siyasətçiləri Kiyev rejimini dəstəkləməklə döyüş meydanındakı real vəziyyətə və mülki əhalinin maraqlarına məhəl qoymadan öz geosiyasi məqsədlərini güdürlər. Bu isə o deməkdir ki, arzu edənlər koalisiyasının üzvlərinin Kiyev səfəri Ukrayna hakimiyyəti ilə bir olub Rusiya ilə qarşı durmanı davam etdirməyə hazır olduğunu nümayiş etdirməyə hesablanmış simvolik bir jestdir.